Nə vaxt anlasam, başlayır deyir, acam, mənə su ver, deyir. Niyə? Çünki o uşaq desə ki, mən əsəbləşirəm, ana qulaq asmayacaq. Uşaq desə ki, mən pisəm, sənə ehtiyacım var, ana qulaq asmayacaq. Amma desə ki, acam, ana ona qulaq asacaq. Çünki heç bir ana uşağın ac olmağına təsirsiz qala bilmir. Mütləqi reaksiya verir və ona görə də uşaq başlayır bu yeməyi, içməyi, fərqinə varır ki, ana üçün bu çox önəmlidir, onun üçün də önəmli olmağa başlayır və sadəcə ana onu danlayanda və ana ilə məsafə yarananda ondan özünü yaxın hiss etmək üçün bu cür ehtiyaclarını ortaya qoya bilir. Yaxud da xəstəyəm də buna aid ola bilər. Aha, ola bilər, mən xəstəyəm. Çünki bilir ki, ya xəstə olarsa, ya ac olarsa, ana ondan maraqlanacaq, ya da yıxılarsa və ya nəsə olarsa. Ona görə əslində uşaqlıqdan da yaranan bir vərdiş ola bilər. Çünki uşaqlıqda da valideynlər bizim mənəvi ehtiyaclarımızdan çox fiziki ehtiyaclarımıza çox mərkəzləşiblər də. Mütləq vaxtında yatmalısan, yuxunu almalısan, yeməyini vaxtında yeməlisən və sanki bu olsa hər şey qaydasına düşəcək. Bəlkə də sən buna inanırsan.